İnsan öz halına niyə ağlayar? Yəni istəyirəm sənə deyim ki, mən yaxşı deyiləm. İnsan Allah qabağında oturub öz halı üçün, nəfsi üçün, aqibəti üçün, bunlar üçün ağlayırsa, Allaha istəyir bunu desin ki, ilahi, mən yaxşı deyiləm. Mənim halım yaxşı deyil, vəziyyətim yaxşı deyil. Ağlayıram ona görə ki, sənə deyim, halımı dəyiş. Ağlayıram ona görə ki, sənə deyim ki, vəziyyətimi dəyiş. Ağlayıram sənə deyim ki, zələmtu nəfsi, mən zülm eləmişim özümə. Mən xarab eləmişim. Ağlayıram ona görə ki, sənə deyim ki, mən yaşamamışım. Mənəvi yaşayışım yoxdur. Mən nəfəs almışam, mən yaşamamışam. İlahi, ağlayıram sənə göstərim ki, bu nəfəs almaqdan bezmişəm, mən yaşamaq istəyirəm.